Zabrat qəsəbəsində Göy məscidə yaxın məsafədə 3 sot yarım torpaq sahəsində şəxsi tikili həyət evi satışa çıxıb. 6 qarajlı, aşağıda əlavə yardımçı otaqları da var. Evdən əlavə olaraq üzü yola baxan 2 dənə də kirayə üçün otağı da var. Həmin otaqlar hər biri bir otaq, mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir. 3 sot yarımda inşa olunubdur. Zabrat qəsəbəsində yola yaxın. Bu hissədə qarajıdır və burada da sanitar qovşağıdır. İkinci mərtəbəni göstərim. Dəhlizdən otaqlara paylanılır. Yeri isti poldur. Sağda qonaq otağı. Pol laminatdır. Mətbəx də isti poldur. Tavan hündürlüyü 3.20-dir. Bir otaq. İkinci yataq otağı. Üçüncü otaq. Hamam və sanitar qovşağı. Evin qiyməti 168.000 manat, sənəd bələdiyyə sənədidir. Yerləşmə yeri Zabrat qəsəbəsidir. Əlavə olaraq da üzü yola baxan 2 dənə də kirayə üçün evi var. Və bu da kirayə üçün olan otaqlardan biri. Yəni evdən də ayrı qapısı var, giriş çıxışı var. Qiymət 168.000 manat. Yerləşmə yeri Zabrat qəsəbəsi. Bura dəhliz. Sağ tərəfdə mətbəx. Hamam və sanitar qovşaq. İkisi birlikdə təmirlidir və bu da yataq otağı. Evin ümumi qiyməti 168.000 manat, 3 sot yarımda inşa olunubdur. Yerləşmə yeri Zabrat qəsəbəsidir.